Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Allah subhanahu wa ta'ala hamd olsun. Ramazan ayının ikinci gecesindeyiz. Allah subhanahu wa ta'ala Ramazanın ilk gününün orucunu tutmağı bizə müvəffəq edədi. Və bu olduqca sevindirici bir haldır. Müsəlmanın salih əməllərə müvəffəq olması, bu Allah subhanahu wa ta'ala tərəfindən müminə verilmiş nemətlərdən birisidir. Və müsəlman daima buna sevinməlidir. Qul bi fadlillahi və bi rəhmətihi və bi zəlikə fəlyəfrahu huvə xayrun minnə yecməun. Allah təala deyir, qoy onlar Allahın fəziləti və rəhməti ilə sevinsinlər və onların yıldıqlarından daha xeyirlidir. Və Allahın Resulü sallallahu aleyhi və səlləm Ramazan ayının haqqını verərək oruç tutanları böyük bir müjdeyle müjdələmişdir. Ramazanın haqqını verərək. Və nədir bu haqq? Əvvəla Allah Resulü deyir sallallahu aleyhi ve sellem Mən sama Ramazanı imanən və ihtisabən Gufira ləhə mə təqəddimə min zəmbi. Kim Ramazan orucunu imanla və mükafatını Allah'tan umaraq tutarsa, onun keçmiş günahları bağışlanır. Kimdir bizdən istəməyən günahların bağışlanmasını? Günahların bağışlanması olduqca mühümdür. Günahların bağışlanması ahirətdən öncə, qəbirdən öncə, hələ dünyada isə mühümdür. Çünki günahlar hələ onun cəzasından öncə sənə mane olur. Nəyə mane olur? Bir çox şeylərə. Və o mane olduğu şeylərdən sadəcə birisi müsibət olaraq yetərlidir. O da salih əməllərin qarşısını alır. Salih əməlləri ağırlaşdırır sənə. Allah üçün salih əməllərin yerinə getirilməsi isə günahların tərk edilməsinin daha sevindidir. Deməli, günahlar salih əməllərdən səni soydur, səni tənbəlləşdirir. Odur ki, günahların bağışlanması, o deməkdir ki, eyni zamanda dünyadan səndən bu ağırlığın götürülməsi, təmizlənirsən. Amma şərt var. Yəni bu Ramazan ayı tam fürsətdir. Böyük bir fürsətdir sənin günahlardan təmizlənməyinə. Lakin sıradan deyil bu, elə belədən deyil bu bağışlanma. Sadəcə oruç tutun və sıram yox. Hədisin özündə qeyd var. Əvvəla deyir ki, mən sana Ramazan. Kim Ramazan orucunu tutarsa? Ramazan orucu isə tam bir ibadət yoxsa ayrı günlərdən olur. Ramazan orucu tam bir ibadət. Yəni bu nə deməkdir? Əgər insan 29 gün oruç tutsa, 29 gün oruç tutsa Ramazan günlərində necə lazımdır? Yəni günlərin qaydasında 30-cu gün, əgər ay 30-dan olsa təbii ki, çünki hicri aylar bilirsiniz ya 29-dan ya 30-dan var. Əgər 30-cu gün, Ramazanın 30-cu günü oruç tutmasa, qəsdən, bilərəkdən, heç bir üzrü səbəb olmadan, tutmuram, istəmirəm, yoruldum deyir adam. O keçən 29 gün orucun olmuş olur. Qəbuldur yoxsa batıldır? Niyə? Niyyəti oydu? Niyə? Çünki Ramazan bir ibadətdir. Ramazan barədə gələn fəzilətlər tam
tam Ramazan orucuna aiddir bütövlüklə hamısına. Ayrı-ayrılıqda bəli, bu ayrı bir bəhs var elm əhlinin bu məsələdə. Yəni, o da niyyətlə bağlıdır. Hər gecə niyyət lazımdırmı, yoxsa yoxmu? O zaman buna da toxunublar ki, kimlər ki, Ramazan bir ibadətdir, o zaman bəli başdan bir niyyət yetərlidir. Hər gecə niyyətə ehtiyac yoxdur. Kimlər ki, deyirlər ki, Ramazanın günləri müstəqildir, sən bu gün oruç tutdun, bu günün ibadəti müstəqil qayrıdır. Onlar deyirlər ki, hər gecə niyyət lazımdır. Bu, yəni, bunun hökmü başqadır, bu başqa nahiyyə. Amma ümumilikdə Ramazan orucu tam bir ibadət olaraq o barədə gələn bütün mükafatlar ancaq buna aiddir. Kim Ramazan orucun günlərini hamısını tutarsa, vəd edilmiş Ramazan barədə bütün vəd olunmuş mükafatlar gələr o insana. Amma bilərəkdən tərk etsə, o zaman yox. Deməli, bu birinci. İkinci, imanən. Deyir ki, mən sama Ramazana imanən, imanla. Nə deməkdir imanla? İman edərik. Yəni, əvvəla Allahın əmrini təsdiq edərək, Allahın əmrini, bunun vacib olduğuna etiqad edib, Ramazan orucunun vacib olduğuna etiqad edib, baxın, kim tutsa ama vacib olduğuna etiqad etməsə orucu batılır. Kim Ramazan orucunu tutsa tam bir ay, ama etiqad etsə ki, tutmaq da olar, tutmamaq da olar. Bunun bütün orucu batılır. Görün, fərz əməllərdə mühüm olan əvvəla onun vacib olmasına etiqad etməyin. Sonra təsdiq etməyin bunu. Təsdiq isə nə ilə olur? Təsdiq nə ilə olur? Dillə. Dillə qəlbə sonra əməllə. Yəni Allahdan gələn vacibatlar necə qarşılanmalıdır? Təsdiqlə. Təsdiqlənir əməllə. Allahdan gələn əmrlər əməllə qarşılanır. Allahdan gələn qadağalar isə uzaq durulmaqla qarşılanır. Deməli, imanla. Allah'ın əmrini təsdiq edərək, vacib olduğuna etiqad edərək və onun tərkinin haram olduğuna etiqad edərək və onun tərkinə görə cəzanın cəzasının olduğuna nədir? Etiqad edərək. Cəzasının olduğuna etiqad edərək. Ona görə ki, Ramazan orucunu tərk etməyin cəzası böyükdür. Hətta bir hədisdə gəlib ki, Allah Resulullah sallallahu aleyhi ve sellem axirət günü müəyyən əməllərin cəzaları göstərilir. Müəyyən əməllərin cəzaları göstərilir. Sonra o əməllərdən də deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə mənə bir görüntü göstərildi ki, baxdım ki, onlar ağızlarının yan tərəfindən cırılırlar, ağızlarının yan tərəfi dartılır və qan axılır. Ağızlarının yan tərəfindən dartılır və qan axır onların ağızlarından. Dedim ki, bunlar kimlərdir? Allah'ın Resulü sallallahu aleyhi ve sellem. Dedilər ki, yəni deyildi ki, bunlar oruçlarını vaxtından əvvəl açanlardır. Bilərəkdən oruçlarını vaxtından əvvəl açanlar. Təsəvvür et, adam oruç tutur, amma hələ vaxtı bitməmiş orucu bilərəkdən açır, qəsdən. Əgər bunun cəzası bu cürdürsə axirət günü, bir orucu vaxtından əvvəl açanın cəzası budursa, bilərəkdən orucu səbəbsiz üzürsüz tərk edən halı necədir? Ona görə bu təhlükəlidir. Deməli, imanən. Həmsinin imanla kim oruç tutarsa, yəni Allah'ın tələb etdiyi şəkildə. Allah'ın tələb etdiyi şəkildə. Allah isə necə tələb edir orucu tutmağı? Orucunu qoruyaraq tutmağı tələb edir. Nədən qorumağı tələb edir? Onun savabını azaldan şeylərdən uzaq duraraq, yalandan, qeybətdən, böhtandan, nəlmanlıqdan uzaq duraraq, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Men lem yed'a qavle zuri vel amele bihi, feleyse lillahi hacetun en
yada'a ta'amuhu və şərabuhu. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim yalanı tərk etməsə, baxın, yalanı və onunla əməl etməyi tərk etməsə, yalanı və onunla əməl tərk etməsə, Allahın onun yeməyi, içməsini tərk etməsinə ehtiyacı yoxdur. Əgər sən yalanı, söyüncü, qeybəti, böhtanı, pis əxlaqı tərk etmişsənsə, Allah subhanahu ta'ala sənin yeməyini, içməyini tərk etməyinə ehtiyacı yoxdur. Niyə? Çünki oruçdan bir məqsəd nədir? Təqva deyilmi? Təqva da nədir? Haramları tərk etmək. Kutiba aleykumus siyamu kəmə kutiba aləl-ləzine min qablikum ləalləkum təttəqun. Sizdən əvvəlkilərə vacib edildi ki, sizə də vacib edildi oruç. Bəlkə niyə? Bəlkə qorxasınız. Bəlkə Allah'tan qorxasınız. Yəni bəlkə bu oruç tuta haramları tərk edəsiniz. Bu oruç sizə alışdıra haramlardan uzaq durmağı. Həmçinin bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Rubba saimin leysə ləhu min siyamihi illəl-cu. Ola bilər elə oruç tutan var ki, orucundan əldə etdiyi yalnız acılıqdır. Təsəvvür et, oruç tutursan bir ay. Bir də ki, heç nə yoxdur, axirətini. Halbuki biz nə dedik? Orucun mükafatını, فَاِنَّهُ لِي وَأَنَا اَجْزِبِهِ Orucun mükafatını Allah'tan başqa heç kəs bilmir. Bu qədər mükafatının olmasına baxmayaq, bu hədisdə deyir ki, ola bilər oruç tutana acılıqdan başqa bir şey qalmasın. Niyə? Səbəb nədir yaxşı? Ola bilər birincisi, orucunda riyakarlıq olur. Əslində, biz dedik ki, oruçda riya olmur. Elə deyil mi? Günüz vaxtı, məsələ, sən orucunu kimə görsədirsən, hər kəs oruç tutur. Elə deyil mi? Hər kəs oruç tutur. Ola bilər bu aiddir kim ki, oruç tutan kimi görsədir özünü, amma cizmində yeyir. Cizmində orucunu pozur. Və yaxud, böyük ehtimal da budur, o qədər haqlara gedib ki, orucun savabı belə qalmıyor. O qədər haqlara gedib ki, orucun savabı belə qalmır, ahirətdə bütün orucun savabı paylanılır. Kimlərin haqqına girib olar. Ona görə deyək, Rubba saimin leysə ləhu min siyamihi illəl-cu. Ola bilər oruç tutan əldə etdiyiniz acılıqdır. Və orucun mükafatı savabı paylandığı zaman görəcək ki, əli boş qaldı. Baxacaq ki, ona qalan sadəcə dünyada yorğunluq imiş. Ona görə yəni bu insan həzər etməli, diqqət etməli, əməllərini zayi etməməli. Əməl etmək təkcə deyil, yetərli. Sən əməlini qoru, əməlini onu batıl edən şeylərdən qoru. Ramazan ayı günahlardan təmizlənməyə, kim Ramazan orucunu imanla və ihtisabla, yəni mükafatını Allah'tan olaraq, mükafatını, cəzasını, yəni işin, əməllərin savabını, bu da demək ki, əməlin savabı üçün əməl etmək olar. Yəni bir işin savabı olduğunu bildiyinsə, savab üçün əməl etmək olar. Çünki birincisi bunda ahirətə iman var, savab hardadır? Savab harda verilir? Ahirətdə verilir. Deməli, ahirətə iman var. Yəni sizin Allah yanında olana rəğbət var, istək var. Allah yanında olan, necə ki, Allah'ın sənə verdiyi ilə ahirəti istə, ahirət yurduna can at. Deməli, mükafatını umaraq və imanla kim Ramazan orucu tutarsa, onu pozan şeylərdən uzaq durarsa, qeybətdən, boş-boş sözlərdən və umulur ki, günahlardan bağışlanmış olar. Allah subhanahu bizləri bu ayda bağışlanan qullardan etsin. Sallallahu aleyhi ve sellem və alə alihi və ashabihi ecmaîn.